Qızlar, bu videonu həqiqətən də birbaşa satmaq üçün çəkdim. Xahiş edirəm, sona qədər baxın. Çünki son vaxtlar mənə çox mesaj gəlir. Axıntı, qoxu, narahatlıq, hətta işimə getmə məcburiyyətində qalanlar da var. Və ortaq nöqtə nədir bilirsinizmi? Harada, kim tərəfindən hazırlandığı bilinməyən tamponlar. Bədəninizin içi zarafat yeri deyildir. Ucuz olması, təhlükəsiz olması demək deyildir. Adını bilmədiyiniz, tərkibini görmədiyiniz, satışda ümumiyyətlə bilmədiyiniz məhsulu almaq düzgün deyildir. Çünki sizin bədəniniz sınaq yeri deyildir. Bir şey də sizlərə dəqiqləşdirim. Hamı üçün eyni tampon uyğun olmur. Hər qadının ehtiyacı fərqlidir. Məsələn, daha güclü, dərin, dəstək istəyən problemləri olan qadınlar üçün, kistası, miyoması, həddən artıq böyük olan xanımlar üçün Happy Women seriyasını tövsiyə edirəm. Bu daha güclü, təsir baxımından ən güclü və effekti ən yaxşı olan məhsuldur. Amma yüngül və narahatlığı olan, sadəcə balansınızı qorumaq istəyirsinizsə, elə isə çəhrayı krempon tamponları sizin üçün daha normal, gündəlik dəstək üçün daha keyfiyyətli və effekti daha yaxşıdır. Mən bunları kimisə pisləmək üçün demirəm. Sadəcə istəyirmi qadın qadını qorusun. Alanda sual verin, araşdırın, hər deyilənə də inanmayın. Əgər hansının sənə uyğun olduğunu bilmək istəyirsənsə, problem deyil, yağız danışaq. Birlikdə baxaq. Çünki sağlamlıq risk deyildir, seçimdir.